Sen Petruk'u yollama he. Ne görmüşsən? Akşama kim şehirdeyim, çıkıp gezeceğim. 2-3 tane kızlara bakmışam Allah'ın dostum. Bu kız gelir ona bakarım, o kız gelir ona. Lazım olsa kişilere bakarım da. Niye kızlara bakarım? Hele o gün restorana gitmiştim, patkod elədim. Baktım, o da bana baktı. Nömrəmi götürdü, getdi tualetə restoranda. Orada nömrəmi verdim, hele geldi yüzümden öptü de, kucakladı da. Elə gözəl idi. Uzun yufka giymişti, dalına yarıq koymuştu. Yarığını biraz kaldırmıştı, dizden yukarı kaldırmış. Yarığı çok uydu. Yarıqda yufkanın yarığı olur böyle, cızıq. Kaldırmıştı öyle saçında töymüştü böyle ağappaq sifəti. O mən öptü, ben de onu. Cəman demək canın getsin, az cəhənnəmə babanı dədeyin yoldaşı getsin. Əmin qızı Südabə getsin. Onun cəhənnəmə canın getsin ha. Sən özgələrəm o saçının ucundan tutarım. Evimi süpürüb təmizləyərəm ha. Belə tutaram, bir rez kuxmama belə dartıb gətirərəm qabağa. Səni salaram arxanı unitazın içinə. Su pistoleti vuraram dalına başına. Paltarın olur su içində. Götürürüm köşəsən saçına. Kuxmama bir dəfə belə, bir dəfə belə. Tozunu götürdü, keçirəm yataq otağıma. Bir dəfə belə, bir dəfə belə. Belə süpürtürüb, evimi tərtəmizləyib çıxardırım, dedim get. Gözünüz götürməməzlikdən yatırsınız, yoxsa elə həqiqətən sizə də pis deyirəmişəm. Xoşlamırsınız, baxmayın da, nə məcburdur ki, bax canımda yatırsınız. Maaşı kim ki Petruk yazır, kim ki mənim əxlaqsız, tərbiyəsiz maya yazır. Bax, ey yer, göy yaratan Allah, sən böyüksən. Mən götürürəm, siz götürməyin. Yəni kim ki mənim günahıma girir, kim ki mənim haqqıma girir, baba əl açıq deyirəm. O mənə yazanlar, o mənim döşümə lağ eləyənlər, o mənim qarnıma lağ eləyənlər. Allah böyüksən, çünki mənə sən yaratmısan. Yəni bu döşü sinəni sən vermişsən, mən gedib qoydurmamışam. Yəni siz götürməyin. Amin.